müttəfiqlik tələblərinizi yerinə yetirdim. Osmanlılara belə hücum elədim, belə qalanları onlardan aldım. Amma siz niyə görə vaxtında hücum eləmədiniz və s. deyə məktublaşmaları var ki, bu da onu göstərir ki, bunların yaxın əlaqələri var idi. Hətta belə maraqlı bir məqam var orada. Alman kralı 2. Rudolfun Osmanlılarla sülh müqaviləsi bağladığı o qədər pis təsir edir ki, Şah Abbasa. Şah Abbas öz otağında Rudolfun portretini asıbmış, götürüb onu yerə atır, yəni otaqdan çıxartdırır. Yəni heyranlıq bu dərəcədəymiş, yəni başqa bir ölkə kralını öz otağından portretini asma dərəcəsində bir heyranlıq var idi. Roma papasına yazdığı bir məktubda isə onun istəklərini soruşur. Deyir, yəni buradakı mən sizin xristian keşişləriniz üçün yaşayış yerləri, yaxşı yaşayış yerləri təmin eləmişəm. Əgər başqa tələbləriniz də varsa bildirin. Kimi görmək istəyirsinizsə erməni kilsəsinin başında o ada şəxsi mənə yazın, mən onu Eçmiyərcinə göndərim, yəni 3 kilsəyə göndərim. Burada sizin istədiyiniz adam erməni kilsəsinə rəhbərlik eləsin. Onun bir köçürmə siyasəti də var. Ermənilər İsfahana köçürür. Burada dövlət hesabına. Onlar üçün yaşayış məhəlləsi tikir, maddi yardım edir və s. Yəni ermənilərin 1. Abbasın dövründə Səfəvilər dövlətində həm iqtisadi, ticari gücə, həm də siyasi nüfuza artıq biz malik olduğunu görürük. Səfəvilər dövlətinin biz coğrafi kəşflər nəticəsində məlum olduğu kimi sadəcə Səfəvilər dövləti deyil, Osmanlı dövləti də əslində beynəlxalq ticarət yollarından məhrum olmuşlar. Çünki beynəlxalq ticarət yolları dəyişmişdi coğrafi kəşflərlə və tarixi İpək yolu öz əhəmiyyətini qismən itirməyə başlamışdı. Biz bununla əlaqədar olaraq Səfəvilər dövlətinin iqtisadi cəhətdən və bunun paralelində siyasi cəhətdən bir tənəzzülünə şahid oluruq və beləcə Səfəvilər dövləti 18-ci əsrin birinci yarısında tarixin belə deyək səhifələrinə qovuşur və Nadir Şah Əfşarın belə deyək son həlledici zərbəsi ilə biz Səfəvilər dövlətinin sona çatdığını və Əfşarilər dövlətinin onun yerində qurulduğunu görürük. Nurəm, çox sağ olun. Təşəkkür edirəm. Allah razı olsun. Çox maraqlı, dəyərli mövzulara toxunduq. Mən heç bilmədim vaxt hardan gəldi getdi. Həqiqətən də çox maraqlı, dəyərli məlumatlardır və dəyərli izləyicilər, sizə təşəkkür edirik ki, axıra qədər, sona qədər bizi izlədiniz və siz də bizim videolarımızı bəyənməyi, paylaşmağı, kanalımıza abunə olmağı unutmayın. Allah sizi qorusun, Allah sizi hifz eləsin və bizi hər zaman xeyir işlərə müvəffəq etsin. Nurəm, sizə də təşəkkür edirəm. Bir daha həm öz adımdan, həm izləyicilərimiz adından təşəkkür edirəm ki, əziyyət çəkib gəlmişsiniz. Çox sağ olun. Allah razı olsun. Təşəkkür edirəm.